Salam əziz abituriyentlər. Bugün ikinci hissə test toplusundan belə bir maraqlı sualın izahına baxacağıq. Deməli, kosinus arktangens verilib bizə. Arktangens x yazıram. Burada hər hansı bir. Bunların hazır düsturları var, amma əlbəttə ki, əzbərləməyə ehtiyac yoxdur. Burada sadəcə bir mötərizənin içine alfa əvəzləməsi aparsaq, biz bu misalda axtarırıq kosinus alfanı. Və mən nəyə alfa dedim? Arktangens x bərabərdir alfa. Buradan x-i tapsam, x bərabərdir tangens alfadır. Və həmin düzbucaqlı üçbucağı qururam. Hansı ki, alfa bucağının tangensi x bölünsün 1 şəklindədir. Tangens alfa bilirik ki, qarşıdakı katetin biçik kateti olan nisbətidir və düzbucaqlı üçbucaqda Pifaqor teoreminə görə hipotenuz olur kök altında x kvadrat üstəgəl 1. Biz bu misalda axtarırdıq kosinus alfanı. Kosinus alfa nəyə bərabərdir? Bitişik katetin hipotenuzu olan nisbəti, yəni 1 bölünsün kök altında x kvadrat plus 1. Son olaraq x-i gətirib yerinə qoyuram. Çünki biz mənfi 2-yə x demişdik. 1 bölünsün kök altında 2-nin kvadratı üstəgəl 1. Yekun cavab C variantı.